Salam, hər vaxtınız xeyir olsun dostlar. Bugünkü videomuz Göyşabanda video çəkirik. Liman şəhərini çəkəndən sonra Göyşaban istədilər izləyicilər və düşündüm ki, Göyşabanı da çəkim. Baxaq videoya, maraqlı olacaq dostlar videomuz. Başladık. Əzəmətli dağlarından görünür gözəl vilayət. Böyle çəmənlik var dostlar. Mədəniyyətin çəmənliyi var. Buranı tanıyanlar var. Biraz yol gedək. Başqa yerlər çəkəcəm. Orada Qalat sadı çəkəcəm. Samovar olan yeri sadı çəkəcəm inşallah. Maşın yoludur. Desələr hardadır cənnət, deyərəm ki, Lənkərandır. Dostlar, zəhmət olmasa kanala abunə olub, bəyənin də zəhmət olmasa uşaqlar. Bəyəndirsə çox sağ olun, təşəkkür edin. Belə dostlar, gəlmişik burada Samovarın yanına. Belə Qalat var burada. Qalan da mən çəkim göstərmişdir. Baxın, belə bir yerdir. Bilənsin yerdir uşaqlar. Yaxından çəkim göstərmişdir. Bir səfa var dənizində ruzi neymət, əzəmətli dağlarından görünür gözəl vilayət. Sinəsində lalələr var, ləçəyində jalələr var, gözəl şəlalələr var, bura çox göz oxşayandır. Sinəsində lalələr var, ləçəyində jalələr var, nə gözəl şəlalələr var, bura çox göz oxşayandır. Məkanım gözəl məkandır, mənə doğmadır, haçandır. Desələr hardadır cənnət, deyərəm ki, Lənkərandır. Məkanım gözəl məkandır, mənə doğmadır, haçandır. Desələr hardadır cənnət. Gözəl dostlar, bugünlük bu qədər. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Daha haran çəkin dostlar. Göyşabanı da gördünüz. Başqa yer daha olsa haran siqarası çəkin. Yorumlarda yazın, mən də çəkin paylaşım. Sağ olun, hələlik.